Salam herkese, ben Canan Seyidov. Vespers Akademiya YouTube kanalına hoş geldiniz. Bugünkü mövzumuz iqtisadiyyatla bağlıdır. İlk dərsimiz 10 iqtisadi prinsiplə əlaqəlidir. Bu bir iqtisadiyyatın elə bir ki, ilk baza, yəni əsas ilkin giriş mövzusu kimi düşünülə bilər. Biz burada nə eləmək istəyirik? Bildiyiniz kimi cəmiyyətlər müxtəlif resurslara sahibdir, amma bu resurslar tükənən resurslardır və iqtisadiyyatın özü isə bu tükənən resursların necə idarə edilməsidir, necə tənzimlənməsi bununla bağlı öyrənir əsasən iqtisadçılar. İqtisadçıların öyrənmək istədiyi odur ki, marketi, yəni bazarda insanlar insentivlərə, yəni yeni bir məsələn qiymət artımına, qiymət düşməsinə, inflyasiyaya, qiymətlərlə bağlı tənzimlənmələrə və ya vergi deyə bilərik, hər hansı bir məhsul üzərində qoyulan vergi deyə bilərik. Bunlara necə cavab verirlər? İnsentivləri necədir? Bunlara necə cavab verir? Həm bu satıcı olsun, həm bu alıcı olsun, fərqlidir. Hər iki tərəfin reaksiyalarını öyrənir, qiymətlərin formalaşması da, hansı məhsullar, hansı qiymətə formalaşma satıla bilər, onları bilir. Onda prinsip var. Birinci prinsip olur ki, İngiliscə belə oxunur. Principle one people-based trade-offs nə deməkdir? People-based trade-offs yəni insanlar seçim qarşısıdır. Burada trade-offs yerine choices ediblər, fərq edir. İnsanlar seçimlər qarşısıdır, üzləşir. Nə demək? Baxın, birinci cümlə yazılır. To get something that we like, we usually have to give up something else that we like. We also like. Yəni deyir ki, bir şeyi istədiyimiz bir şey əldə eləmək istəyiriksə, yəni əldə edilişdə, bu o deməkdir ki, daha çox, yəni eyni zamanda xoşladığımız başqa bir şeyi əldə etməyi tərcih edirik. Yəni seçimimiz digər bir seçimi yəni bir seçimi edərkən digər bir seçimi elə bir ki, göz ardı etmir. Bax bu. Yəni bu nə demək? Məsələn, fikirləşin ki, ailələri fikirləşin. Tam ki, ailələr ailə gəlir, bildiyimiz kimi, məsələn, bunu bir hər hansı bir məhsul almağa yatıra bilərlər və ya hər hansı bir paltar geyim almağına və yaxud da ailə bir yeri istirahət edə bilər, istirahət üçün pul xərcləyə bilər. Lakin eyni zamanda həmin bu ailə öz gəlirini saxlaya da bilər. Hər hansı bir məhsulu, hər hansı bir fərqlə xərcləməyib, özü üçün, yəni tutalım ki, qocalığı üçün bir seyv edə bilər, bank hesabında yatıra bilər və yaxud da gələcəkdə öz ailəsini, öz uşaqlarının gələcək təhsili üçün bank hesabını yatıra bilər və yaxud da seyv edə bilər. Seyv yəni öz pulu xərcləmək və özünüz üçün elə bir saxlayıb, o deməkdir seyv. Bu belə. Sonra biz bir dənə də başqa bir misal fikirləşək. Tutalım ki, qanunlar fikirləşək. Qanunlar hansı ki, bu əsasən də tullantılar, yəni havanı çirkləndirən, ətraf mühiti çirkləndirən məhsulların istehsalına bağlı qanunlar fikirləşək. Bu qanunlar niyə çıxır yoldaşlar? Baxın, bu qanunlar çıxır ki, həmin bu şirkətlər insanların sağlamlığına zərər olur. Bu bir növü negativ eksternaldır adlanır. Yəni negativ eksternaldır odur ki, birinin etdiyi bir şirkət olabilir, insanın etdiyi bir şeyi mənfi və ya müsbət mənada yaxşı və ya pis olaraq digər insanların, digər cəmiyyətin xeyrinə və ya ziyanlı ola bilər. Burada da bir example-dır. Əgər bir firma fikirləşək, havaya isişli karbon emissiyaları artıq miqdarda ötürülürsə, o zaman bu insanların və cəmiyyətin sağlamlığına şəkilli mənfi təsir edirsə, bunun üçün dövlət bəzən regulyasiyadır, yəni qaydalar. Tutalım, vergi qoyur. Vergi qoyur ki, həmin o kəskin miqdarını müəyyən miqdarda karbon emissiyası ötürülür. Həmin o karbon emissiyasını müəyyən miqdarını aşandan sonra şirkət vergi ödəyir. Bunu nəyə gətirib çıxar yoldaşlar? Şirkətin məhsulunun qiyməti artır. Çünki vergi ödəyəcək. Cost of production goods deyə anlayış, yəni məhsulun istehsal edilmə xərc. Xərc artandan sonra neyini? Bu işçiyə həmin şirkət daha yüksək bir əmək haqqı verəcək, nə bilim, həmin profiti az götürəcək, yəni qazancı, net qazancı üçün vergi ödəyəcək. Vergi ödədiyi üçün də həmin bu firmanın, bu şirkətin sahibi daha az gəlirdir və eyni zamanda consumer, yəni alıcılar tərəfindən baxsaq da, alıcılar əvvəl 10 manat alırsa, məsəl üçün, indi vergi qoyur daxil, hökumət tətbiq elərdə müəyyən qanunlar. Onun üçün də vergiyə görə, məsələn, müştəri 10 manat alacağı şeyi 15 manat alacaq. Yəni, bu da müştəri tərəfindən ziyan olur, çünki cibindən artıq ödəməyə məcbur. Buraya qədər problem yoxdur ki, məndə heç bir problemimiz olmayacaq. Qısa şəkildə izah edelim. Gəldik Principle 2-yə. Principle 2 nədir? The cost of something is what you give up to gain. Yəni ki, nəyisə xərci, nəyisə tərcihli əldə eləmək, yəni imtina edirik. Bax, odur. Yəni, nəyisə əldə etdiyimiz şeyin xərci, nədənsə imtina edirik, onun dəyəridir. Məsələn, bax, orada example var, qısa şəkildə demək istəyirəm. Həmişə insanlar trade-off nə idi? Bayaq dediyim choices, yəni seçimlər. Seçimlər arasında qalanı nəyi müqayisə edir olmuşlar? Xərci və fayda. Xərci və gəlir.
Tutalım ki, hər hansı bir hərəkət edərkən, onun hər hansı bir məhsul alınarkən bir analiz edilir, xərci və potensial faydası. Əgər potensial faydası aşırsa xərcini, o zaman və bu miqdarı da təbii ki, önəmlidir. O zaman ən özünə uyğun olan variant nədirsə, onu seçməyə çalışır. İndi burada bizim misalımız nədir? Tutalım ki, bir dənə universitetin tələbəymişik. Tələbə tutalım ki, fikirləşir ki, professional şəkildə idmanla məşğul, düzdür? Bu professional şəkildə idmanla məşğul olan tələbə professional şəkildə idmanla məşğul olsa, yəni universiteti və ya məktəbi, kolleci fərqi yoxdur, qoysa kənara, idmanla məşğul olsa, yüksək bir qazanc əldə edəcək, tutalım ki, düzdürmü? Amma məsələn, təhsilə yönlənsə, məsəl üçün, tutalım ki, bir illik leksiyalar qulaq paperlar hazırlamaqla keçirsə, bu eyni zamanda potensial hər hansı bir yerdə işləyərək pul qazanmaq imkanını əldən verir. Düz deyil, burada yollaşır. Burada da əsasən idmançılarla bağlı olan example deyir ki, opportunity cost deyil bir anlayış var. Opportunity cost nə idi? Bayaq dediyim kimi. Məsələn, idmançı fikirləşir ki, məktəbə getməyin opportunity costu çox böyükdür. Çünki universitetə getməyin opportunity costu o deməkdir ki, yəni bu universitetə getdiyi vaxt ərzində özlərini işləyib məşğul edə bilər, beynəlxalq olimpiyadalarda, yarışlarda, olimpiya oyunlarında iştirak edə bilər, qızıl medal əldə edə bilər, nə bilim, milyonlar və ya futbolçusu tutam ki, klublara transfer ola bilər, milyon evrolar pul qazana bilər. Bura qədər aydın olduğu yoldaşlar bunu izah edir. Hər indi mən burada bir misal üzərində izah edir. Bu həyatımızda hər bir şeyin bir opportunity costu var. Bu yəni qərar vermədə önəmli olur. Bu qədər. Prinsip bizə gəlir. Qısa izah edəcək yoldaşlar. Vaxtımız çox aldı. Əsas mahiyyətə başa düşmək. Prinsip üstə deyir ki, rational people think at the margin. Yəni, rasyonel insanlar marjində fikirləşir. Marjində fikirləşmək sözü sizin saçmalmasın. Marjin nə deməkdir? Yəni, rasyonel fikirləşir. Dolayısıyla bir dənə burada bir qəşəng example-ımız var, bir qəşəng misalımız var, onu deyim. Sonra bir dənə təyyarə şirkəti fikirləşir. Təyyarə şirkəti ortalama bir yer üçün, tam 200 dənə yeri var, 100 min də 10 ümumi dəyər deyək də. 200 min 200 yerə bölürüm, tam ortalama bilet dəyəri olur 500 olur. Bəzən sual olur ki, təyyarə average cost demək, yəni ortalama xərc. Ortalama xərc təqdir üçün 500 dolar. Bu gəlin belə sual verir. Təyyarə şirkəti, avia şirkəti 500-dən aşağı satmalıdır, bilet satmalıdır. Gəlin fikirləşək ki, bir uçuş başlayacaq, bir 10 dəqiqə, 5 dəqiqə və 10 dənə yer boşdur. Bu 10 dənə yerə gateway-də, yəni çıxışda 10 dənə müştəri gözləyir. Amma əllərində cəmi 300 dollar puldur. Bunlar götürməli. Cavab odur ki, götürməli yoldaşlar. Çünki avia şirkət həmişə rasyonal fikirləşməlidir. İndi deyək ki, bəs ortalama bilet xərc 500 dollar, nə olsun? Biletdə alıb, yəni təyyarə vasitəsilə uçuşa daxil edən uçan sərnişinlərin xərci nə ola bilər yoldaşlar? Bir dənə olacaq soda ola bilər, biraz nə bilim cüzi miqdarda bir ərzaq ola bilər. Bunun da qiyməti 300 dollardan qat-qat ucuzdur. Yəni marjinal benefit var, bir də marjinal cost var. Marjinal benefit, yəni marjinal fayda var, bir də var marjinal cost, marjinal xərc. Nə demək? Marjinal benefit bu deməkdir ki, yəni o bir məhsul üzrə əldə edilən gəlir, məhsulun bir vahid üzrə. Burada da bir vahid üzrə gəlir 300 dolarsa, xərcində olsun lap 50 dolar. 250 dolar aviaşirkət xeyir götürə bilir, düzdürmü? Marjinal fayda, marjinal xərci keçirdiyi bütün hallarda aviaşirkət, bizim misalımız aviaşirkətdə bütün hallarda bütün şirkətlərə, bütün insanlara ayrı-ayrı aiddir. Bu halda mütləq şəkildə neynəməlidir? Satmalıdır. Bu halda da təbii ki də marjinal benefit, marjinal costu exit, yəni üstələdiyi üçün neynəməlidir? Mütləq şəkildə satmalıdır. Yoldaşlar, bu qədər. Bugünlük dərsimiz budur. Yəni mən maksimum izah elədim. Ondan ingiliscə material hazırlamışam. İngiliscə videoda İngilizlərdən Azərbaycan sektorunda oxuyan tələbələr üçün və ya öz iqtisadi yəni öz sahələr yaxşı bilmək istəyənlər üçün bunu Azərbaycan izah edərəm. İnşallah faydalı olar, hər birimiz üçün deyilən faydalı və olar və sizin üçün də çox yaxşı bir şey olar. Yəni yüksək dərəcədə bir bilgi öyrənmiş olarsınız. Görüşmək inşallah, sağ olun.